Yardımlı rayonun Televar kəndi ən qonaqpərvər kəndlərdən biridir. Bəli. Biz bir müddət əvvəl Abbas müəllim, İlqar müəllim, Qasım müəllim, o cümlədən də Oğuz müəllim, Hüsaməddin müəllim, adı necə idi o müəllimin? Müşəddi müəllim. Müşəddi müəllim adı yadımdan bağışlasın, Müşəddi müəllim çox qonaqpərvər insandır. Müəllimləri çəkmişdik və yenə də növbəti çəkilişimiz davam edir. Qabaqcıl və nümunəvi təqaüdlü olan müəllimlərdən birini sizə təqdim etmək istəyirəm. Və təqdimatıma keçməmişdən əvvəl onu demək istəyirəm ki, Respublikada yuxarıda nömrələrimiz var. Respublikada güzəştli 10 manata dərslər o bizdədir. İstəsəz bütün şagirdlər 1-ci sinifdən 11-ci sinifə bizə müraciət edə bilərsiniz. O cümlədən kimlərinsə atası, anası, əgər valideynlərinə dəyər verən övladlardan danışıram, dəyər verməyənlərdən danışmıram. Kim istəsə bizlə əlaqə saxlaya bilər, atalarını, analarını, babalarını təqaüdlü olan müəllimləri çəkə bilərik. Hətta orta məktəbdə işləyən müəllimləri və hal-hazırda orta məktəbdə qabaqcıl nümunəvi şagirdləri. Keçid alırıq biz həyatın təhsilinə fəda vermək, müəllimlərdən biri sizlərə təqdim etmək istəyirəm. Müəllim, adınız, soyadınız və hansı məktəblərdə çalışmısınız? Sultanov Turab Yenə Böyüxanoğlu, Televar Kəndortan məktəbində çalışmışam. Bəli, yardımlı Televar Kəndortan məktəbində. İş fəaliyyətim oradan başlayıb və sona qədər də həmin məktəbdə işləmişəm. Neçə il müəllim kimi çalışmısınız? 40 il pedaqoji aləmdə işləmişəm. Hansı fəni tədris eləmisiniz? Biologiya. Çox gözəl. Demək, bu qədər ixtisasların üçün nəyə görə biologiyanı sevirsiniz? Çünki o vaxtı başqa sahələrdə də gedirdi. Orada riyaziyyat olurdu, onu keçə bilmirdim. Ona görə də ki, məcburdur. Təbii, bəli. Bu sahəni seçdim və buna da getdim, qəbul oldum. Çox gözəl. Biz də sizə adımızdan dərin təşəkkür bildiririk. İndi hal-hazırda neçə yaşınız var? Hal-hazırda 73 yaşım var. Arzu edirik ki, 75, 80, 90, 100 yaşında gələk gözəl çəkiliş edək. Müəllim, bu qədər siz bilirik ki, kəndinizə maraqlandıq ziyalıların içərisində. Həm siz gözəl ata, gözəl ziyalı, gözəl babasız. Neçə övladınız var? 6 övladım var. Neçə nəvəniz var? 15 nəvəm. 15 nəvəniz var. Sizə adınızdan dərin təşəkkür bildirirəm. Sağlık Təhsil komandası sizə. Sağ olun, var olun. 25-ci il 10 avqust tarixidir. Nəvələrdə mənə məsələlərdə ürəkçiliklər. Nə deyə bilərsiniz? Onlara əvvəl can sağlığı, uzun ömür arzulayıram. Onlar gələcək nəsil üçün nümunə olsunlar, elm, savadlı olsunlar, xalqına, millətinə, dövlətinə layiqli övladlar olsunlar. Ələşin anam. Çox gözəl. Çəkilişdən öncə Ələşin anam. Çəkilişdən öncə bizə həyat yoldaşı da bizə ürək sözlərini bildirdi. Dedi ki, müəllim çox gözəl həyat yoldaşıdır, gözəl müəllim. Amma üstün çəkiliş önündə də desin. Adını soyadınızı verirəm. Almanışan Nəcəfov. Çox gözəl. Müəllim necə həyat yoldaşı, necə ata, necə baba, nə arzulayırsınız? Yaxşılıq arzulayıram. Mən ondan deyim, yaxşı olur, yaxşı balalarının üstündə böyüdürük. Çox gözəl. Biz də sizə öz adımızdan sağ ol deyirik. Mənim o gün olsun ki, 80, 90, 100 yaşında gələk gözəl çəksin. Təşəkkür. Sizdən görə çox sağ olun. Əziyyət çəkib gəlmişsiniz. Bizi çəkirsiniz, işıqlandırırsınız və tanıtdırırsınız. Sağ olun. Sağ olun.